hadisəsi baş verib. Hadisə şəhərin 8-ci mikrorayonunda yerləşən bina 24-də qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğına ilkin səbəb kimi elektrik naqillərində baş verən qısa qapanmanın olması göstərilir. 4-cü mərtəbədə qalıram. Oturmuşduq evdə, bir də səs-küy yayıldı ki, yanğın var. Biz də düşdük aşağı, gördük ki, elektrik naqilləri sıradan çıxıb. Bütün blokun sakinləri də təxliyə olundu.